Salam, xoş gördük, hörmətli tamaşaçılar. Mən bugün evdəki bitkilər haqqında və mənim üçün dəyərli olan bir neçə əşya haqqında danışmaq istəyirəm sizlərlə. Demək, bu gördüyünüz bu tablo, bax bu gözəl əl işi. Görürsünüz nə hamısı əl işidir, gözəl. Türkiyədən İzmir şəhərindən bir qudamız var, Zöhrə xanım. Onun əl işidir. Hamısı əl işidir, öz əl işidir. Gələndə mənim üçün hədiyyə gətirmişdi. Çox xoşuma gəlir. Mənim üçün qiyməti yoxdur bunun, yəni misilsizdir qiyməti. Çox gözəl bir, xoş bir görünümü var. Mən çox bəyənirəm bu əsəri. Mənim üçün çox dəyərlidir. Çünki o elə bir insanın hədiyyəsidir ki, onun evinə gedəndə, İzmirdə evində olanda gördüm ki, o qədər gözəl əl işləri var ki, uşaqların evində, öz evində, söhbətindən də doyum yoxdur. O qədər gözəl danışıq qabiliyyəti var ki, gözəl xanıma. Buradan salamlarımı çatdırıram Zöhrə xanıma. Sonra belə bir dekor varımdı. Bunu oğlum Türkiyədən gətirmişdi. Çox xoşum gəlir. Bunları yayda həyətdə istifadə edirəm. Dekor kimi istifadə edirəm belə. İndi hələ ki hava sərindir, evdədir. Çox maraqlı dekorasiyadır. Və burada bizim belə bir milli arqumentdə belə bir cizimdə belə bir tablomuz var. Bundan çox xoşum gəlir. Belə. Burada mənim qədimi xalçam var. 100 yaşdan çox yaşı var. Görürsünüz nə qədər gözəldir. Qaynanamın cehizidir. Qaynanama da cehiz veriblər. Kəlbəcər xalçasıdır. O qədər gözəl gülləri var ki, o qədər gözəl. Görürsünüz nə qədər gözəldir. Mən çox xoş duyuram bu xalçanı. Bir dənə göstərdim belə. Görürsünüz nə qədər gözəldir. Allah ölənlərinizə rəhmət eləsin. Qaynanam rəhmətə gedibdi. Ondan yadigar bu qalıbdı. Sonra mən sizə burada yastıqlar almışdım. Bax belə yastık güllərlə sizlərə də göstərdim. Bunları Türkiye'den almıştım. Ve burada balaca bir xalçam var. Bunda da güller, çiçekler var. Burada güllerim var. Görürsünüz ne kadar güzeldi. Bu yeyilir. Alsa da adı verir. Bu el işimdir. Meşənin dərinlikləri və Türkün Bozqurdu. Ödə dərmandır. Mən bundan istifadə edirəm. Çox qəşəng yeməlidir. Burada da gülləri var. Osmanlı'nın laləsi. Çeşmeden almıştım. Kohleriyadır. Qonşu çatladan deyirlər. Görün nə qədər gözəldir. Bu da kadides çiçeğidir. Bu balasıdır. Böyüdü. Çiçəklərimin çoxunu həyətə çıxartmışam. Burada da yay gəlir.
özünü göstərmək istəyir, ancaq hələ ki soyuqdur. May ayının biridir. Bizlərdə mayovka deyirlər, mayovka. May ayının birində mayovka keçirdirdilər. Uşaq vaxtı, məktəb vaxtı bizi parata aparırdılar. Parat olurdu. Sovet dövrünün uşaqlarıyıq. Ura, ura, ura qışqırırdıq. Gözəl o günlər. Dayanmadan gecə gündüz oksigen üfürür. Oksigen üfürür. Kuşkonmazlardı. Burada qərənfil varımdı. 1990-cı ildə toyumuz olanda mənə bu qərənfil gətirmişdilər. 7-8 dənə. Bir də ağ kalı. O vaxtda bunlar dəbdə idi. Bunların əksəriyyətini toxumla, bunları mən toxumla yetişdirmişəm. Burada toxumları olur. İndi sizə göstərdim. Bax belə çəkidəndən sonra bu güllər tökülür. Burada bunlar toxum kapsulaları olur. Onu quruyandan sonra əkirsən, eyni bax bu gül çıxır. Bunlar bir neçə ilin məndə gülülərdir. Bunları mən çoxdandan əkmişəm və toxumlarından təkrar istifadə edirəm. Bu da Peyğəmbər qılıcı çiçəyidir. Həyətdəkilər çiçəyi açıbdır. Yalnız burada bir dənəsidir. Görün nə qədər gözəl rəngi var. İnşallah havalar istilinsin. Həyətdən sizə yaxşı videolar, gözəl videolar çəkəcəm. Baxarsınız. Gözəl xanımlar, ürəyiniz açılır. Mən xanımlarımızı güllərə, çiçəklərə bənzədirəm. Xanımlarımız güllərə, çiçəklərə bənzəyir. Adları da, özləri də. Bizim xanımlar hər şeyin ən gözəlinə, alisinə layiqdirlər. Bu da mən şahmatımdır. Sədəfdəndir. Bu da mənim üçün çox dəyərlidir. Tinatin adında bir Gürcüstanlı xanım var. Bir 20 il bundan öncə kosmetolog işləyən zamanlarımda mənim üçün hədiyyə gətirmişdi bunu. Uşaq dövründən qalma bir əsərdir. Bax belə. Bunda mənim üçün qiyməti yoxdur, qiymətsizdir, yəni dəyərlidir. Gözəl xanımlar. Nə qədər gözəl sözlər danışsaq, gözəl sözlər desək, yəni xanımlarımıza az olar. Nə qədər desəm də kəlmələr kifayətsizdir. Allah'ın sənəti sonsuzdur. Görsün nə qədər gözəl rənglər bəxş edir bizlərə. Nə qədər güllər yerir. Yəni bunları özümüz yetişdirə bilərik, əkə bilərik. Biraz əziyyət çəkmək lazımdır. Həm bitkilərlə məşğul olursan, sinir sistemin sakit olur. Çevrəni bitkilərlə, güllər, çiçəklərlə bax belə gözəlliklər qatırsan. Birini əkirsən, onu çıxır. Görün nə qədər gözəldir. Allah Taala gör nə gözəl yaradıbdı bunu. Görürsünüz. Bu banan ağacımdır. Bunu rayondan gətirmişəm. Bacımgilin həyətindən. Neçə il bundan öncə əkmişəm. Bizim hava şəraitimizdə bunlar yetişmir. Soyuq öldürür, məhv edir. Həyətdə eyni bundan varım idi. Hələ yeni cücərir. Bunu evdə saxladım. İndi görürsünüz nə qədər gözəl yarpaqları var. Meyvə gözləyirəm, bundan banan gözləyirəm. Gözəl xanımlar, güllər, çiçəklərlə qalın. Özünüzə yaxşı baxın, özünüzlə müğayət olun.
Sağ olun, salamat qalın.